Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu ve salatu ve selamu ala men la nebiyyə bədə əmmə bəd. Davam edirik. Muxtasar Sirətur Rasul sallallahu aleyhi ve sellem adlı Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın risaləsini və bu gün 18-ci dərsdir. Hisaru Bəni Həşim fi Şib. Bəni Həşimin, yəni Haşim övladlarının dağ ətəyinə sıxışdırılması haqqında. Bəni Həşim kimlərdir? Peyğəmbər s.ə.v-in yəni nəslidir də, yəni Bəni Həşim. Abdülmuttalibdən söhbət gedir, onun ətrafından, qohumlarından. Bunların yəni ora sıxışdırılması Qureyşilər tərəfindən. وَلَمَّ اجْتَمَعُوا مُؤْمِنُهُمْ وَكَافِرُهُمْ عَلَى مَنْعِ رَسُولِ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَسَلَّمْ اجتمعت قريش فأجمعوا أمرهم على ألا يجالسوهم ولا يبايعوهم ولا يدخلوا بيوتهم حتى يسلموا رسول الله صلى الله عليه وسلم للقتل. Yəni Bəni Həşim keçən dərsdə dediyimiz kimi, yəni Abu Talib Peyğəmbər sallallahu əleyhi və səlləmin əmisi öz himayəsinə alır Allah Rəsulü sallallahu əleyhi və səlləmi və Qureyşlərin əlinə vermədiyi üçün onlar buna da qarşı boykot eləyirlər, onun qohumlarına da qarşı və sıxışdırırlar onları Bəni Həşimi, yəni dağ ətəyinə. Möminləri də, kafirləri də, yəni Bəni Həşimdən olan. Nədir ki, onlar toplaşıblar Qureyşlərə qarşı ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmi Qureyşə verməyəcəklər, öldürmək üçün. Qureyş toplaşır ki, müşavirə eləyir, qərara gəlir ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmdən kim ki onlarla oturub durur, onlarla oturmaq olmaz, ticarət aparmaq olmaz, onların evinə girmək olmaz, ta ki onlar Allah Rəsulü sallallahu aleyhi və səlləmi öldürmək üçün təslim etməyincə Qureyşə. وَكَتَبُوا بِذَلِكَ صَحِيفَةً فِيهَا أُحُودٌ وَمَوَاثِقٌ. Və bu haqda da xüsusi olaraq bir səhifə yazırlar, qaydalar qoyurlar, əhdlər yazırlar o səhifədə, yəni qaydalardır, əhdlərdir ki, nə olar, nə olmaz. Yapışdırırlar bu elan kimi. Əllə yəqbelu min Bəni Həşim sulhən əbədə. Və o səhifədə nədir? Ki, Bəni Həşimdən heç vaxtı deyir, sülh qəbul etməyəcəyik, ta ki heç yazığımız da gəlməyəcək onlara qarşı yəni şiddətli olacaq, ta ki onlar deyir, yəni Allah Rəsulü sallallahu aleyhi və səlləmi öldürmək üçün təslim etməyincə. Və əmərəhum Əbu Talib ən yədxulu şi'bəhu. Və ona görə Əbu Talib əmr edir onlara, öz qohumlarına, kafirlərinə də, müsəlmanlarına da ki, özünə yaxın olan o dağ ətəyində gizlənsinlər. Fələbisu fihə sələsəsinin. Və orada 3 il qalırlar bu cür. Vəştəddə aleyhimul bələ. Və bəla da üzərlərinə deyir, şiddətlənir. Və qata anhumul əsvaq. Onlardan deyir, bazarları kəsirlər. Yəni alış-verişi, bazarlara çıxış, bazara çıxışı. Fələ yətrukunu təəmən yədxulu Məkkətə. Və Məkkəyə daxil olan elə bir təam, yəni azuqə qoymurlar ki, onun qarşısını kəsməsinlər. Elə alış-veriş qoymurlar ki, onu qabaqlamasınlar. Yəni alırlar ki, nədir ki, bunlara çatmasın. Və mənəuhu ən yəsilə şey minhu ilə Bəni Həşim. Və hər cürünə yollarından, vasitələrdən qarşısını alırlar ki, Bəni Həşimə bundan nəsə çatmağını, yəni çatmağının qarşısını alırlar. Hətta kənə yəsmə əsvat nisəihim yətədahuna min vəra şi'b minəl-cəv. Hətta deyir, yəni dağ ətəyi arxasından deyir, bəzi qadınlarının deyir, səsləri gəlir, zırıltı səsləri gəlir, acından yəni. Vəştəddu alə mən əsləmə mimmən ləm yədxul əş-şi'b. Və dağ ətəyinə daxil olmayan, hansı ki, yeni İslama gələnlərə də əzab əziyyət verirlər. Yəni qıraqdakılara. Fəəvsəqəhum və əvsəqu, onları yəni qandallayırlar, tuturlar, yəni əsir
Və azmatul fitnə və fitnə bununla deyir çoxalır, böyüyür və zulzul zilzələn şədidə və çox şiddətli şəkildə, yəni bu onları, müsəlmanları, xüsusən möminləri sarsıdır. Və kana Əbu Talib izə əxəzən nəs mədaciəhum və Əbu Talib də deyir, insanlar deyir öz yataqlarına gedəndə Allah Resulü sallallahu aleyhi ve sellemə əmr edir ki, yəni göstəriş verir ki, ən yettaciyə alə firaşi ki, o bunun yatağında yatsın. Hətta yara zəlikə mən ərada ixtiyaləhu. Hətta bununla görsün ki, ona qarşı xəyanət etmək istəyənləri və ona görə də deyir ki, feyzənə mənnəs insanlar yatanda öz övladlarından və yaxud dayılarından və yaxud əmi uşaqlarından kimlərisə təyin edir Allah Resulü sallallahu aleyhi ve sellemin yatağına. Elə bir ki, bu Əbu Talibin yatağında yatır. Onlarsa, onlardan kimsə bunun yatağında yatırlar ki, görsünlər, yəni kim xaincəsinə öldürmək istəyəcək. Və əmərəhu ən yəti əhəd furuşahum. Və bu cürünə, yəni başqaları da onların yatağında yatır. Yəni yerlərini dəyişirlər, hələ ki, izləyərək. Ki, o cürünə, yəni çətinlik olur. Sonra deyir ki, bir müddətdən sonra bu səhifənin, hələ ki, qadağa səhifəsidir də, yəni qadağadır, elanı. Qadağa elanı aradan qaldırılma barəsində müəllif yazır. Deyir ki, nuqidə əs-sahifə. Thumma ba'da zəlik məşə Hişam ibn Amr min Bəni Amir ibn Luey. Yəni bir müddət sonra bu səhifəni ləğv eləyirlər. Nə cür nə olur? Hişam ibn Amr Bəni Amir ibn Luey qəbiləsindən, yəni Hişam ibn Amr gəlir daimə, yəni onlara gecə vaxtı gizli yollarla yemək gətirir. Yəni dağ ətəyinə yemək gətirir. Bəni Həşimər, yəni. Və məşə ilə Zuheyr ibn Əbi Umeyyə əl-Məxzumi və gəlir, deyir, çıxır, deyir, Zuheyr ibn Əbi Umeyyə əl-Məxzumin yanına. Və kənət ummuhu Atikətu bint Abdülmuttalib. Həmin Zuheyrin deyir, anası Abdülmuttalibin qızı Atikə idi. Yəni Əbu Talibin bacısı da, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm nəyi? Bibisi sayılır da, hə? Və qalə ya Zuheyr, yəni demək, yəni bibisi oğlu sayılır da, Zuheyr ibn Əbu Umeyyə. Deyir ki, ey Zuheyr, əradit ən təəkulə təəm və təşribə şərab və əxvalükə biheysu tə'ləm. Sən necə razı qala bilərsən ki, sən deyir, yemək yiyəsən, içki içəsən və sənin deyir, yəni dayıların bu halda olsunlar, yəni ac qalsınlar. Fəqalə vayhək, deyir, vay olsun halva. Fəmə əsnə və nə racül vahid. Vay halva deyir, mən deyir, tək neyə bilərəm, mən tək adamam deyir. Əmə vallahi ləv kənə mə'i racülün əxar. Deyir, and olsun Allah ki, yanımda bir kəs olsaydı, ləkumtu fi naqdihə. Mən də bu səhifənin ləğvinə deyir, yəni bir söz söyləyərdim, yəni səsimi çıxardardım. Deyir ki, bir nəfər mən. Deyir ki, əbğinə səlisən, üçüncü nəfəri tap. Yəni, üçüncüsünü tap bizim üçün. Deyir ki, Əbul-Bəxtəri ibn Hişam, bu da sənə 3. Deyir, dördüncüsünü tap. Deyir, Zəma ibn Əl-Əsvad, bu da sənin üçün 4. Yəni, Zəma ibn Əl-Əsvad 4-cü. Deyir, 5-cisini tap. Deyir ki, Mut'im ibn Adi, bu da 5. Mut'im ibn Adi. Qalə fəştəməu əndəl hucun, yəni hucun yer adıdır da, yəni Məkkənin yaxınlığında, Məkkənin yuxarısında olan yerləşən yerdir. Deyir, orada toplaşırlar bu 5 nəfər. Və təəqədu aləl qiyami bi naqd sahifə və deyir, yəni öz aralarında danışıq edirlər ki, hamımız bir nöqtəyə vuracağıq. Yəni hamımız bu səhifənin ləğvini eləyəcəyik, qaldıracağıq. Yəni bunlar da Qureyşin, yəni hörmətliləridir. Yəni sıradan adamlar deyil. Fəqalə Zuheyr ənə əbdəu bihə. Zuheyr deyir ki, mən başlayacağam. Və gəlirlər Kəbənin yanına, Kəbəyə gəlirlər. Qureyş deyir, yəni ətrafında toplaşıb. Və Zuheyr deyir, çağırır, ey Məkkə əhli. İnnə nəkulu təəm və nəşrəbu şərab və nəlbisu əthiyəb və bənu Həşim həlkə. Ey Qureyş, deyir, biz deyir, yəni, yemək yeyir, içki içirik və
Məkkə əhli. Biz deyir yeməyimizi yeyirik, içməyimizi içirik, paltarımızı geyinirik, amma Bəni Həşim deyir həlak olub gedirlər. Vallahi la aq'udu hatta tashqa as-sahifətil qatiyəti zalimə. Deyir, and olsun ki, oturmayacam ta ki, deyir, bu deyir vərəqi, hansı ki, deyir, qohum əlaqələrini kəsən və zalim olan bu vərəqləri deyir, cırmayınca. Abu Cəhil durur, deyir ki, yalan deyirsən. Vallahi la təşuqqə. And olsun ki, cırmayacaqsan. Sonra za'mə deyir, növbətisi də, yəni. Əntə vallahi əksəb. And olsun ki, sən daha yalancısan. Mə radinə kitəbətəhə hinə kətəbdə. Biz bunu sən yazan vaxtında belə heç razı deyildik. Sonra Abul-Bəxtəri durur, deyir ki, sadaqa zəmə. Zəmə düz deyir. Lə nərdə mə kutibə fiyhə. Biz onun içində yazılanlardan razı deyilik. Və lə nuqar aleyh. Və təsdiqləmirik onu. Sonra Mut'im İbn Ədi deyir. Deyir ki, və kəzəbə mən qalə qeyri zəlik. Bundan savayisini deyəndir, özü yalancıdır, deyir. Yəni, doğrusu budur. Nəbrau ilallahi minhə. Biz bundan deyir, Allaha sığınırıq. Və mimmə kutibə fiyhə. Və onun içində yazılanlardan. Sonra deyir ki, qalə Hişəm İbn Amr nəhu zəlik. Hişəm İbn Amr da buna oxşar bir söz deyir. Yəni, beşi də eyni şeyi danışırlar. Onda Abu Cəhil deyir ki, həzə əmrun qad qudiyə billeyl. Təşavurun fihi bi qeyri həzil məkən. Abu Cəhil deyir ki, bu məsələ deyir, gecə ilə həll olunub. Bunun müşavirəsi deyir, başqa yerdə deyir, olub. Yəni, siz hazırlaşmışsınız buna. Və bəsallah alə səhifətihim əl-ərda fələm tətruk ismən lilləhi illə ləhəsəthu və bəqiyə mə fiyhə min şirkin və zulmin və qatiyyətin və tələ Allah rasuləhu alə zəlikə sun'i bi səhifətihim. Və deyir, Allah Taala deyir, o səhifəyə taxta biti dillər də, hə? Taxta biti, yəni həşərat göndərir. Və orada Allahın heç bir adı qalmır, hamısını yalayır, yeyir. Ancaq orada qalan nə olur? O səhifədə yazılanlardan şirk, zülüm, qohumluq əlaqəsini kəsmək, bu kimi şeylər qalır. Və Allah Taala bunu deyir, öz rəsuluna deyir, bildirir ki, bu səhifədə, yəni Allah Taala nə edib? Fəzəkərə zəlikə li əmmihi. O da deyir, əmsinə deyir, Abu Talibə deyir. Abu Talib deyir ki, fəqalə lə və thəvaqib mə kəzəbtəni. And olsun ulduzlara, sən mənə yalan demədin. Fəntələqə yəmşi bi əsabətin min Bəni Abdülmuttalib və gedir, yığırdır öz ətrafındakı Bəni Abdülmuttalib tayfasından şəxsləri gedir, yəni məscidə tərəf və Qureyşlər deyir, yəni məscidi doldurmuşlar, doluydular içəridə, girir, fələmmə ra'uhum zannu ennəhum xaracu min şiddətil həsari və ətəv yu'tuhum Rasulullah sallallahu aleyhi ve sellem. Və onu görəndə, onları görəndə, yəni Abu Talib ətrafını görəndə, elə zənn edirlər ki, bunlar artıq dözmədilər o mühasirədən və gəliblər razılaşmağa, Allah Rəsulunu təhvil verməyə. Yəni Qureyşlər belə zənn etdilər. Fətəkəlləmə Abu Talib başlayır danışmağa, fəqalə qad hədəsə əmr. Və insanlar, yəni bir iş baş verib, Ləəlləhu ən yəkunu beynənə və beynəkum sulhə. Ola bilsin, sizinlə bizim aramızda bu sülhə səbəb olsun. Fəətə bi səhifətikum. Gətirin, deyir, səhifənizi, həmin o yazdığınız səhifəni. Bunu da nəyə görə deyir? Deyir ki, innəmə qalə zəlikə xaşyətən ən yanzuru fiyhə qablə ən yətəv bihə. Fələ yətəvnə bih. Deyir, qorxdu ki, birdən gətirməmişdən qabaq səhifəyə baxarlar. Görərlər oradakı vəziyyəti, sonra gətirmək istəməzlər. Ona görə deyir ki, birinci səhifəni gətirin, deyim. Fəətə bihi mu'cibin, onlar da təəccüblü halda gətirirlər səhifəni. Deyir ki, Lə yəşuqquna ən Rasulullah sallallahu aleyhi ve sellem mətfun iləyhim və şək də belə etmirlər ki, bu indi, yəni bu halla Allah Resulü sallallahu aleyhi ve sellemin bunlara təhvil verəcək. Ki, yəni vəziyyət budur. Yəqin bunun üçün gəlib. Qalu qad ənə ləkum ən təfi'u və tərciyu xatara li hələkəti qavmikum. Artıq sizin an yetişib ki, siz deyir, artıq bu işinizdən yayınasız və deyir, yəni öz həlakə deyir, təhlükə yaradan işinizdən qaydasız. Yəni qövmünüzə qarşı da, yəni qövmünüzə, yəni Bəni Həşimə qarşı, yəni bizə qarşı. Və deyir ki, Abu Talib, bunu Abu Talib deyir, tamsın. Və deyir ki, Abu Talib, Lə'utiyənnəkum əmran fihi nas. Yəni sizə elə bir şey deyəcəm ki, orada bir insaf var.
elə bir məsələ gətirəcəm. İnne ibni əxbərani və ləm yukəzzibni və ləm yəkzubni ennəllah əzzə və cəl bəriyum min həzgi sahifə. Mənim övladım, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm qəsd edir, mənə xəbər verdi ki, və mənə də yalan danışmır ki, Allah Taala sizin bu səhifənizdən bəridir, uzaqdır. Əlləti fi eydikum, sizin əlinizdə olan bu səhifədən, və ennehu məhə kulli ismin lehu fihə. Allahın orada nə ki adları varsa, hamısını Allah silib oradan deyir. Və tərəkə fihə qadarakum və qatiyyətəkum. Orada yalnız sizin xainliyinizi və qohumluq əlaqələrini kəsməyinizi deyir, tərk edib qoyub. Fin kənə mə qalə haqqan, əgər dediyi bu şeydir, haqdırsa, fəvallahi lə nuslimuhu ileykum, hətta nəmuta ən əxirinə. Allaha and olsun ki, onu sizə təhvil verən deyirik, hətta axırıncı nəfərimizə qədər ölsək belə. Və in kənə ləzi yəquluhu batilən, əgər dediyi bu şey batildirsə, onu deyir, sizə verəcəyik, istəyirsiniz öldürərsiniz, istəyirsiniz sağ saxlayarsınız. Qalu qad radina. Dedilər ki, hə, biz razıyıq. Yəni bu doğrudan da insaflı sözdür. Fəfətəhu sahifə fəvəcəduhə kəmə əxbərə. Açırlar səhifəni, görürlər ki, hələ dediyi kimidir. Xəbər verdiyi kimidir. Fəqalu həzə sihrun min sahibikum. Deyirlər ki, bu deyir, sənin sahibin tərəfindən, dostun tərəfindən sizə bir sehirdir. Fərtəkəsu və adu ilə şər məhum aleyhi. Və üzlərini çevirib qayıdırlar, yəni əvvəlki şər vəziyyətlərinə. Fətəkəlləmə ində zəlikə nəfərəlləzinə təaqadu. Və bu zaman deyir, həmin o 5 nəfər hansılar ki, əhdləşmişdilər, onlar dilə gəlir. Onlar başlayır danışmağa. Necə ki, yuxarıda dedik. Və qalə Əbu Talib, yəni onlar başlayır danışmağa ki, doğrudan da yəni bu şeydir, biz razı deyilik və s. Bayaq dediyi şeylərdə o 5 nəfər yox idi. Və Əbu Talib də bunları şeirdə deyir, tərif edir. Öz şeirində Əbu Talib yəni şeir yazan idi də. Yəni şairlərdən biri idi öz dövrünün. Yəmdəhu nəfərəl-ləzin təaqadu alə naqd sahifə və deyir, yəni başlayır o yəni səhifəni deyir, ləğv eləməyə cəhd edənləri tərifləməyə öz şeirində. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də sonrakı dönəmlərdə həmin o 5 nəfərə, yəni hətta Bədr döyüşündə və digər döyüşlərdə xüsusi olaraq yəni hörmət qoyur. Onlar düşmənçilik eləsələr də, yəni qarşı tərəfdən çıxış eləsələr də, xüsusi onları axtarır. Döyüş zamanı belə axtarır ki, öldürməyin. Hətta birini sahabə öldürür, gecikir. Peyğəmbər sallallahu əleyhi və səlləm elan edir onu. Ki, bunu öldürməyin də, yəni sağ saxlayın. Onlardan biri İslamı qəbul edir. O da ki, Əsləmə Hişəm İbn Amr Fəth günü. Əbul-Bəxtəri barəsində ixtilaf var və digərləri qəbul etmir. Və xarici Bənu Həşim min şi'bihim və Bənu Həşim deyir, öz deyir, yuvalarından çıxırlar. Və xalətün nəs insanlara qarşılar və kənə xurucuhum fi sənə əşrə minən nubuvvə və onların deyir, oradan çıxması artıq Peyğəmbərliyin 10-cu ilində baş verir. Ondan sonra Əbu Talib vəfat edir 6 ay sonra. Yenə də vəziyyətləri çətinləşir. Və sonra deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ümumiyyətlə sahabelərə, yəni onun vəfatından sonra sıxıntı gəlir. Çünki ardıcıl həm Xədicə radiyallahu anhə zövcəsi vəfat edir, həm də Əbu Talib vəfat edir, hansı ki himayəsində saxlayır. Yəni Xədicə radiyallahu anhə Ummul Müminin deyir, Əbu Talibdən bir neçə gün sonra vəfat edir. Və bəla da üst-üstə gəlir Allah Rəsulü sallallahu aleyhi ve sellem üçün. Yəni qövmü tərəfindən Xədicənin vəfatından sonra və əmisinin vəfatından sonra və təcərrəu aleyhi və kəşəfuhu bil əzə və deyir, ona qarşı cürətlərini artırırlar və ona qarşı əziyyətlərini çoxaldırlar. Və aradu qatləhu öldürmək də istəyirlər. Fəmənəhumul ləzi min zəlik və bu bəzi hallar onlara maneçilik törədir. Necə ki, Abdullah ibn Amr ibn Əl-Əs radiyallahu anhumə rəvayət edir ki, hədartuhum və qad iştəməu əşrafəhum fil hicr və mən deyir, onların içində idim. Yəni onların şərəfliləri, Qureyşlilərin şərəfliləri nə vaxt ki Hicr ətrafında toplaşmışdılar. Hicr yerdə, yəni Kəbənin yanındakı yerdir, yəni bilən bilir. Və zəkəru Rasulullah sallallahu aleyhi ve sellem və Allah Resulü sallallahu aleyhi ve sellem barəsində danışırdılar. Fəqalu mə rəeynə mislə sabrinə aleyh
safh əhləminə və şətəmə əbəinə və fərraqa cəmaətənə. Biz yəni bu belə bir insana necə səbr edirik? Yəni heç kəsə elə bir səbr göstərməmişik ki, yəni bu deyir bizim fikirlərimizi səfeh fikirlər adlandırır, bizim atalarımızı söyür, bizim cəmaatımızı parçalayır, ilahlarımızı təhqir edir. Fəbeynəhum fi zəlik, yəni bu kimi söhbətləri danışırlar. Görürlər, bir də görürlər ki, Allah Rəsulu keçdi, Yəmən rükününə əlini sürtdü, fələmmə mərrə bihim və yanlarından keçəndə, yəni gözqaş elədilər ona, gözqaş eləyirlər. Və bir neçə dəfə belə, yəni təhqir edirlər o təvaf edəndə, birinci, ikinci, üçüncü təvaflarda və axırda, yəni hansısa təvafların birində deyir ki, ləqad ci'tukum bizzəbh, mən sizi deyir, kəsmək üçün göndərilmişəm, kəsmək üçün gəlmişəm. Yəni sizə qarşı qənim kəsilmişəm, yəni. Və annəhum qalu ləhu ya Əbəl Qasim, dedilər ki, ey Əbul Qasim, mə kunt cəhulən, sən belə cahillik etmirdin, yolunu düz get. Yəni təhqir eləyirlər, qıcıq verirlər də, yəni. Fələmmə kənə minəl qad, iştəməv fəqal, sərsi gün yenə də toplaşırlar. Deyirlər ki, gördünüz nə oldu keçən dəfə, yəni bu hala gətdi, çıxartdı, siz də onu boş buraxdınız, heç nə eləmədiniz. İzə talə aleyhim fəqalu qumu ileyhi vasbətə rəculun vahidin. Yəni görsəz onu, yəni hamınız bir nəfər kimi ona hücum çəkin. Fələqat rəaytu Uqbə ibn Əbi Muayt əxizən bi məcəmi ridaihi və gördüm ki, bir də gördüm, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm gördülər, şığıdılar və Uqbə ibn Əbi Muayt onun deyir, yəni Peyğəmbər sallallahu əleyhi və səlləmi öz, yəni üst örtüyü ilə boğmağa çalışırdı. Və Əbu Bəkr onun arxasınca gəlib ağlayaraq deyir ki, ətəqtuluna rəculən ən yəqulə Rabbi Allah, yəni bir kəsi deyir, öldürmək istəyirsiniz, hansı ki, ancaq deyir ki, Allah mənim Rəbbimdir. Və fi hədis Əsmə və Əsmə radiyallahu anhanın hədisində keçir ki, ətə əs-sarih ilə Əbu Bəkr, bir çağrı gəlir, Əbu Bəkr yəni qışqırır, deyir ki, fəqalu ədraka sahibəkum, yəni yoldaşınızı boğurlar da, öldürürlər. Fəxarəc min indinə və ləhu qadayr ərbə, yanımızdan deyir, yəni qaçaraq çıxır və deyir 4 hörüyü olur da, yəni hörü, yəni saçını hörür. Fəxarəcə huvə yəqul və iləkum ətəqtuluna rəculən ən yəqul Rabbi Allah, vay olsun deyir halınıza. Yəni qaçır deyir ki, vay olsun halınıza ki, siz deyir bir kəsi deyir Allah Rəbbimdir dediyinə görə mi öldürmək istəyirsiniz? Ondan sonra yəni boş buraxırlar və üz çevirirlər Əbu Bəkrə, fəraca eləyinə deyir, bizim yanımıza deyir, qayıdır, deyir, həmin hörükləri yerində olaraq da, yəni sapasağlam qayıdır. Və mərətən kənə yusalli indəl beyt. Və bir dəfə də deyir, yəni beyt, yəni Kəbədə deyir, namaz qılır və deyir, yəni bir qrup Qureyşin şərəflilərindən görürlər onu. Və onlardan biri götürür, yəni dəvənin iç salatını tökür üstünə. Fəramahu alə zahrihi, belinə qoyur, belinə atır. Və kənu ya'lemuna sidqahu və əmanətuhu, halbuki deyir, bilirlər onun doğru danışmağını, onun əmin olmasını. Və ənə mə cəə bihi huvəl haqq, və o gətirdiyi şey deyir, bilirlər ki, haqdır. Ləkinnəhum qalə Allah Teala, lakin Allah Teala onlar haqqında dediyi kimidir. Fəinnəhum lə yukəzzibunəkə və ləkinnə zaliminə bi əyətilləhi yechədun. Onlar həqiqətən, onlar deyir, səni deyir, yalanlamırlar, lakin deyir, zalimlardır, Allahın ayətlərinə deyir, inatkarlıq göstərib inkar edirlər. Və necə ki, Zuhri rahiməhullah buyurur ki, ənə Əbə Cəhil, Əbu Cəhil deyir, və onun yanında, ətrafında olan deyir, cəmaat və işlərində də deyir, Əxnəs ibn Şərik toplaşırlar və dinləyirlər qıraqdan, gecədə, Allah Rəsulunun sallallahu aleyhi ve sellem qiraətini. Və Əxnəs deyir, Əbu Cəhlə qayıdır ki, ey Əbul Həkəm, mə ra'yukə fīmə səmiyyətə min Muhammed, səndir Muhammeddən eşitdiyi və qarşı deyir, fikrin nədir, rəyin nədir? Fəqalə tənəzənə nəhnu və bənu Abdülmənəf əş-şəraf, biz və Bəni Abdülmənəf, yəni onları qəsd edir, Bəni Şəmi qəsd edir, yəni biz onlarla deyir, yarışdıq, tənəzənə, dirəşdik, ət-əmu və ət-əmnə, onlar da yedirdi, biz də yedirdik. Onlar da daşıdı, biz də daşıdıq. Onlar da verdi, biz də verdik. Yəni səxavətlikdə də, yəni həclərə kömək eləməkdə, yardım. Yəni
onlarla yarışdıq, hələ bir ki, çəkişdik bu məsələlərdə. Hətta izə təcəseyni alə raqbi və kunna fərasəyi rihan və sanki deyir, yəni çəkişməmiz deyir, bənzəyir atlıların bir-birinə mərc qoşmasına. Bu kimi deyir, mərcləşdik. Qalu minnə nəbi, axırda gəldi, çıxdı ona ki, bizim içimizdən deyir, səmadan vəhiy olunan bir peyğəmbər var. Burada yəni onlar bizi qalib gəldilər də hələ bir ki. Biz çəkişdik, biz də verdik, onlar da verdi. Biz də yedirdik, onlar da yedirdi. Biz də içirdik, onlar da içirdi. Biz də himayə aldıq, onlar da etdi. Yəni bu şeylərdə hələ bir ki, eyni bərabər gəldik. Axırda çıxartdılar bir, hələ bir ki, bizə qarşı bu sözü. Fəmətən nudriku həzə. O zaman deyir, belə şeyə necə dözək? Yəni bilir ki, insan ki, haqdır. Amma inatkarlığından deyir ki, vallahi lə nəsməu ləhu əbədən. Ona görə deyir, Allaha and olsun ki, heç vaxt deyir, ona qulaq asmayacaq. Nə də ki, heç vaxt onu təsdiqləməyəcək. Və başqa rəvayətdə gəlir ki, İnni lə a'ləmu ənəmə yəqulu haqqun. Mən deyir, vallahi bilirəm ki, o dediyi haqdır. Lakin Bəni Qusey deyir ki, finə nədva, yəni nədva müşavirə yeridir. Darud nədva deyirlər də ona, müşavirə yerinə, müşavirə evinə. Deyir, içimizdə deyir, nədva var, yəni bizə məxsusdur. Fəqullə nəm, dedik, bəli. Dedilər ki, və finə əl-hicəbə, yəni Kəbəni hicablamaq, örtüyünə baxmaq, yəni kitabın əvvəlində danışmışdıq ki, yəni Qureyş bölüşmüşdü bu şeylərdə. Biri içirdirdi, biri yəni Kəbənin xidmətində dururdu, biri həcləri yola salırdı və s. Yəni bu kimi şeylər deyir. Nədva bizdədir, deyirlər bəli. Hicabə, yəni örtüyə baxmaq bizdədir, deyirlər bəli. Deyir, içirtməkdir bizdədir, deyirlər bəli. Və bu kimi şeylərin yəni necə tərk edək? Yəni məsələ budur. Razılaşsaq gərək bu şeyləri təhvil verək. Yəni bu inatkarlıqdır da, yəni inatkarlıqdır. Ona görə ki, vallahi lə nəsməu ləhu əbədən və lə nusaddihu əbədən. Ona görə ki, Allaha and olsun ki, heç vaxt ona qulaq asan deyilik, nə də ki, heç vaxt onu təsdiqləyən deyilik. Sonra gəlir növbəti məsələlər, inşallah gələn dəfə davam edərik. Subhanəkallahumma və bihamdikə əşhədu an la ilahə illə əntə əstəğfiruka və etûbü ileyk.